Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Ordubad rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yeni istifadəyə verilən idman qurğularına yerində baxış keçiriblər. Baxış zamanı ərazidə idmanla məşğul olan yeniyetmə və gənclərə müraciət edən rəsmilər layihənin əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinə təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Eyni zamanda idman alətlərindən səmərəli və məqsədyönlü istifadənin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, yaradılan şərait vətəndaş məmnunluğunun artırılmasına, gənc nəslin sağlam gələcəyinin təmin olunmasına, bədən tərbiyəsi və idmanın inkişafına verilən töhfənin bariz nümunəsidir. Boş vaxtlarımızda gəlib idman edirik. Düşünürəm ki, belə qurğuların ölkəmizdə yaradılması çox yaxşıdır. Çünki zərərli vərdişlərə yox deyib, belə idmanlarla məşğul olmaq daha yaxşıdır. Düşünürəm ki, Ordubadımızda belə qurğuların olmağı daha yaxşıdır. İdmana maraq daha da yüksəlir. Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajör aləti qurulub, ətrafda skamyalar qoyulub. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu alətlər fiziki hazırlığın artırılması, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün əlverişli imkan yaradır. Sahil Əliyev, ATV Səyyad, Emin Novruzov, NTV Xəbər.